Şvetsiyada xanım-qızlar erkin söhbətdə. 26 fevral hava bek ochiq. Quyosh parlab, qor muzlar erishga boshlagan. Erigan qor muzlar suyi kichik-kichik agiz eriq va ko'lchaklar yasab ulgurgan. Yenik shamolda aygan tollar, dariz oldidagi qarag'ay ochmoqlarga uv yasab oldirash sig'izgan bir jo'plar, kristall lo'nqalardagi suzuk sug'uchilangan rangarang xushbiroqliq atirgullar baldir kelgan bahor puraydi. Әттегенде söhbət üçün təklif qılınğan xanım-qızlarga aniq adres, vaqt, avtobus, metro qatarlıq zörürlərini bildirib avazlıq həm yazma uçur yolladım. Söhbət üçün keraklik kitap material, CD və başqa yazmalarını tayarladım. Tenista Sentrum Galeriyandagi Shahlava restoran direktori bilan uchurlashdim va tushdan keyin 10 necha mehmonlar bilan tamoq keldiganligimizni bildirib shira zakaz qildim. Qizg'in qarshi oldiganligi, eng yaxshi o'rin va tamoqlar ham mulozimatda bo'lganligini bildirdi. Tenista bibliotek rahbari Makka xonim bilan uchurlashdim va sal balduroq kelib suhbatga muvofiq maydon hozirlashga fikrlashdik. Gollandiyadan qadrlik mehmanimiz Dr. Dilnur 25 fevral kech Stokholmga yetib kelgan va Shiram tuqqanlari oilasiga tushgan edi. Xayrlik sahar va omadli kunlar tilaklab ovozliq ushur yolladim. Xil tafsili ahvol so'rashdik. Suhbatga ulgartib akiladigan mashina oldiga bordiganini bildirdim. Pedagog azimatlardan Nabijan va Amangul bilan uchurlashdim va Dilnurni suhbat maydoniga yetkazib akilishni fikrlashdik. Darhol berib akiladigan bu yo'lga chiqdi. Somka material va gullarni ilib tenista bibliotekka keldik. Makka xonim va pedagoglar suhbat konferensiyasiga shira o'rindiqlarni tizib tayyorlashga kirishibdi. Bizmi qo'l-qo'lcha yordamda bo'ldik va atlas dasturxon, go'zal atirgullar bilan bezab, zalni chiroyli tayyorlab etdik. Suhbatga taklif qilingan xonimlar orqa-orqadan dal vaqtiga ulgurib keldi va sap tuzab zaldan chiroyli o'rin oldi. Suhbatga kelgan barliq azizlarni qizg'in qarshi oldim va Dr. Dilnurning davlat atlab suhbatga qatnashib, iz qoldirish jasoratiga va barliq kuch aql qatqan pedagoglarga rahmat bildirdim. Suhbat doirasining muhojiratdagi ona tilimiz va milliy madaniyatni saqlab qolishda nimalar qildik va qila olamiz bo'lganligini aytdim. Shvetsiyada Uyg'ur tarixiy madaniyat meroslariga oid nurg'un materiallarning Stockholm, Uppsala, London qatorliq o'xshamagan shaharlarda, muzeylarda, universitet kitobxonalarida, kutubxonalarda, kolleksiyonlarda saqlanayotganligini eslatma so'zladim. Yiroqni demasakmi, yaqinqi vaqtlarda Shvetsiyada Uyg'urga oid nurg'un ilmiy emgaklarning ro'yobga chiqqanligini misollar bilan eslatma qildim. Masalan, marhum Kurashko'sin apandimning ko'p yillar har taraflim izlanish natijasida Shvetsiya Uyg'ur komiteti Uyg'ur pan dunyodagi 5 qit'a talantliq musiqa san'at kompozitorlaridan tanlab tashkillagan Dunyo ansambli, ya'ni Verdensband, Uyg'on Turkiston albomlari, Kusha xalq naqshlari CD to'plami, Erkak Su CD to'plami, Margarita Hög Vanderfush xonim yozgan va keng tarqalgan Karvan DVDsi, biografik asri Kvinnan som Red Över Himalaya, ya'ni Himalayadan halqıgan ayol, Narin nashriyatining esil asari, Uyg'ur lideri Rabia xonim hayotini aks ettirgan dangliq asri Kampen mot Draken, Zuliyat O'tkir xonimning ko'p yillik izlanishlarining mas'uli Shvetscha Uyg'urcha lug'at, Sayyohlar izidan, Lager shahidi Sayragul Savutbay asri O'gin Vitnin, ya'ni guvohchi, Qumtur va Flora tayyorlagan Kurash o'lmaydi, Kecha Qutay Kurash yozgan inglizcha asar Uyg'urmi inson haqlari nerede? Qatorliq asarlarning nashr qilinib keng tarqitishga Shvetsiyada Uyg'ur haqida ilmiy emgaklarning davomlashayotganligining namoyandasi. Xonim-qizlar jaboliq muhojirat hayotida to'xtamay izlanib, tirishib, shvetscha, inglizcha o'rganib, Shvetsiya jamiyatida har sohada xizmat ishlab, jamiyat taraqqiyoti, insoniyat mavjudligi uchun tuhfa qo'shmoqda.
Bari imkanda ana til və mədəniyyət miraslarını unutmay, balalar və nəvərlərə ögütüb, unutmay tarqıtıb və icadətlər bilən iz qaldırmaqda. Bunun namayəndisi bulub aramızda Şaira, Raila və Gündüzay xanımlar var. İmkaniyyətləri və icadiyyətlərini özünün anlaylı. Mərhəmət. Gündüzay xanım öz ötmüşü, musafirlik keçmişliği, doğruluq, göz yaşlarını aran tutup qısqaca sözləb bədi və Uyğur bulmaq təs degan şiirini oqub bədi. Köpçülük bək təsirləndi və hissdaşlıq bildirdi. Şaira Raila xanım öz ailəsiga musafirçilik hayatda kelgan istiraf və külfətlərini tilgə aldı. Öz farzandlarini ana tilda və mədəniyyətdə qandaq tərbiyələb yetildirganligini əməli misallar bilan bayan qıldı və bək təsirləndirdi. Hör tiləyman balam sana degan nadir əsərinin tekstindən naqşıga aylanıb türkçə, yabancı tillərə tərcümə qılınıb keng tarqılış jarayonini sözləb bədi. Pat arada öz şiirlər toplumunun Türkiyədə nəşrdən çıxıdığanlığını xoş xəbər yetkizdi. Aldın mübarəkləşdik və kitabı Şvetsiyaga yetib gəlgəndə imzalıq taqıtıb ton köydürüş mərasimiga tayyorlaşganligimizni bildirdik. İzchil xanım qızlarının hər türlü fəaliyyətlərdə aktiv və türtkülük rol elib pedagoglarca tühüb qoşuyatqan Rizvangul xanım yürək sözlərini aytdi. Qazaqstandakı və Şvetsiyadakı muacirat hayat, uçurğan qiyinchiliklarni qandaq yengib, farzandlarni Uyğur ruhi, ana til bilish, Uyğur bilan to'ylish, balliq bo'lish qatorliq keçmişlərini ortaqlaşdı. Həmməylə bək təsirləndik və hörmətimiz aşdı. Qutay Köreş, mərhum dadisi Köreş Gösenni yad etib, atlandık şiirini deklamasiya qılıb, həmməylərini texmi təsirləndirdi. Xanım qızlarının fəaliyyətlərdəki aktivliği, icabi roli, ictimai önümlərini yakınladık. Xuşparaqlıq ətrigüllər, gözəl şarpılar, paketlər bilən rəhmətdə hədiyyəliklərimizni sunduk. Şundaq təsirlik, inaq, yarğın görünüşlər, yürekçi çiraylıq iz bulub qaldı. Söhbətə orun hazırlab, yaqından qollagan Tenista bibliotek və rəhbəri Məkkə xanımga alayda təşəkkürlər bildirib, dəstə-dəstə ətrigüllər sunduq və kitab hədiyyə qıldık. Uyğurca və Tatarca sözləşib, ortaq məqsədlərimizni, örnək təşnalığımızını namayan qılışdıq. Şaqlava restorandakı xuşparaqlıq çaylar, oxşıgan kabablar, tunurni yeni çıqqan həməknallar, təmlik maşğurdalar həmməylərin iştahsını qozqab, öz ana tildə huzurlanıb gəplişib, rahat ğızalandıq. Həmməyləngə alayda rəhmət bildirdim və salamatlik, rahatlıqla tiləkləb xoşlaşdım. Gözəl, əhmiyyətlik bir gün bək tezli ötəb getdi. Yardımlaşgan orunlar Tenista bibliotek və Məkkə xanım yana barlıq pedagog analarga alayda rəhmət etmən. Barni çılğan, hayatni gülligen nur. Barni çılğan, hayatni gülligen nur. Muhabbet hem inanlık nur, yürekten gülligen nur. Muhabbet hem inanlık nur, yürekten gülligen nur. Yürekten gülligen nur. Barni çılğan, hayatni gülligen nur. Barni çılğan, hayatni gülligen nur. Muhabbet hem inanlık nur, yürekten gülligen nur. Muhabbet hem inanlık nur, yürekten gülligen nur. Bugünkü programımız müş yerdə axırlaşdı. Diqqət bəginizlərə rəhmət. Görüşkücə aman bolunlar, aziz qərindaşlarım.